Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna gəlmişik. Yaşı kifayət qədər olan Əlyazmalar İnstitutu bizim tariximizdən xəbər verir. Bəs əl yazıları necə qorunub saxlanılır? Böyük məsuliyyət və həssaslıqla. Çünki institutdakı bütün əlyazmalar bizim milli irsimiz, tariximizdir. Burada 14 mindən çox əl yazısı qorunub saxlanılır. Xüsusilə türk, ərəb, fars dillərindən olan nümunələr mühafizə olunur. Burada demək, təkcə o fars, ərəb, türk dilləri şöbəsi və deyil, başqa əlavə texniki şöbələr də əl yazmaların mühafizəsi və restavrasiyası ilə bağlı və əl yazmaların təbliğatı ilə bağlı yəni şöbələr, beynəlxalq əlaqələr şöbəsi, yəni dünya miqyasına çıxmaq üçün, dünya miqyasında bizim əl yazmaları tanıtmaq üçün belə şöbələr də yaradıldı. Vatikana qədər bizim əl yazmalar gedib. Əlyazmaların hər biri xüsusi şəraitdə qorunur. Temperatur, rütubət və işıq sabit saxlanılır. Rəflər isə kağıza zərər verməyən materiallardan hazırlanır. Hər bir kitab və sənəd sistemə pasportlaşdırılaraq daxil olur. İşimiz çox dəyərli və çox, belə deyək, zəhmətkeş bir işdir. Çünki irsdən irsə ötürülən qədim əlyazmalarımıza yenidən bir həyat vermiş oluruq bir növdə. Hal-hazırda, məsəl üçün, əlimdə gördüyünüz əlyazmaya fikir versəz, çox didilmiş, cırılmış və mikroblaşmış bir haldadır. Biz buna yeni bir can veririk. Bərpa laboratoriyasında aparılan işlər əlyazmaların ömrünü illərlə uzadır. Bəzən bir səhifənin belə bərpası günlərlə vaxt aparır. Çünki burada hər toxunuş, hər hərəkət 1000 illik mədəni mirasın gələcəyə ötürülməsi üçündür. Bizim şöbədə əməkdaşlar tərəfindən eyni formatında olan əlyazmaların oxuculara rahat şəkildə əldə etməsi üçün çəkiliş prosesi gedir və çəkiləndən sonra elektronlaşdırılıb, elektron bazaya yüklənilir PDF şəklində. Rəqəmsallaşdırma isə həm orijinal nüsxələrin daha az toxunulmasını təmin edir, həm də tədqiqatçıların dünyanın istənilən nöqtəsində bu materialların çıxışına imkan yaradır. Proses keçmişin müasir texnologiyası ilə qorunduğu ən vacib mərhələlərdən biridir. Bu dar dəhliz 100 illərin yaddaşını gizlədir. Yanındakı hər qovluq bir alimin, bir sənətkarın, bir tarixçinin izidir. Burada səslər yoxdur, amma minlərlə hekayə pıçıldayır. Əl yazmalar məhz belə şəraitdə, işıqdan, tozdan və zamanın təsirindən qoruyaraq saxlanılır. Son illərədək institutda 32 fond mövcud idi. Fondların hər birində dahi şəxsiyyətlərin, yazıçıların yaradıcılıq nümunələri saxlanılır. Lakin artıq Xəlil Rıza Ulutürk, Ramiz Rövşən, Paşa Qəlbinur, Nəriman Həsənzadə, Baba Vəziroğlu kimi müasir Azərbaycan yazarlarının da əsərləri üçün fond yaradılıb. Əlyazmalar İnstitutu yalnız bir arxiv deyil, keçmişlə gələcək arasında qurulan canlı körpüdür. Burada qorunan hər bir səhifə isə tariximizin davam etməsi üçündür. Əzizə Mahmudzadə, Sabir Şahvələdov, Telesəhər.